Bağırsaqlarımızı məhv edən dünyanın ən zərərli 3 qidasından danışacağım bugün sizə. Birinci yerdə kolbasalar və sosislər gəlir. Deməli, bu məhsulların tərkibində olan nitrit və nitrat konservantları bağırsaqlarımızın selektiv qişasını qıcıqlandırır və iltihabı artırdığı üçün bağırsaq florasını məhv edir. Buna görə də Dünya Səhiyyə Təşkilatı bu qidaları kanserogen qidalar siyahısına daxil edib. İkinci yerdə isə dünyanın ən zərərli ikinci qidası hesab edilən mənşəyi bilinməyən trans yağlardır. Deməli, bu yağlar bizim bağırsaqlarımızdakı xroniki iltihabı artırır. Özəlliklə qızartma yağların təkrar istifadə olunması isə bağırsaq floramızı tamamilə məhv edir. Bu isə bağırsaqlarımızda şişkinlik, qaz və iltihabi xəstəliklərə səbəb olur. Üçüncü ən zərərli qidamız isə şəkərdir. Deməli, şirniyyatlar bizim bağırsaqlarımızdakı zərərli bakteriyaların miqdarını çoxaldır. Bu da ki, bağırsaqlardakı kandida göbələyin çoxalmasına, bağırsaq florasının pozulmasına səbəb olur. Təsəvvür edin, bir ay ərzində siz hər gün şəkər qəbul etsəniz, bağırsaq floranızın düz 50% məhv olur. Əgər sizə pozulmuş bağırsaq floranızı bərpa etmək istəyirsinizsə,